Dünyada hər il milyonlarla ton qida israf olunur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə istehsal olunan bütün qidanın təxminən 1/3-i tullantıya çevrilir. Restoranlar, supermarketlər və fərdi istehlakçılar qida israfının əsas səbəbkarlarıdır. Bəs bu problemə qarşı dünyada və ölkəmizdə hansı addımlar atılır? İstehlakçı sifariş verən zaman xüsusən də bu emosional aclıq dediyimiz anda, yəni ac olan məqamda daha çox qida sifariş verir. Sonda isə təbii olaraq bu qədər sifariş verdiyi qidanı qəbul edə bilmir və boş qabda, tabağında qalır həmin qida. O isə avtomatik qida qalığı oradan da qida tullantısına çevrilir. Yeni modernize olunmuş yanaşmalarda isə dediyimiz üzvü gübrələrin hazırlanması, kənd təsərrüfatında bu tullantıların torpağın tərkibindəki çürüntü miqdarını zənginləşdirmək üçün istifadə olunması təcrübələrdə mövcuddur. Daha çox qida tullantıları bol olan ölkələrdə isə bu məhsulları utilizasiya eləyərək gətirilir öz poligonuna, orada utilizasiya olunur. Yəni ya bastırılma, çürüdülmə və yaxud da yandırılma yolu ilə aradan qaldırılır ki, müəyyən təbiətin öz ekoloji tarazlığına hər hansı bir mənfi təsir göstərməsin deyə. Bir çox ölkələr qida tullantıları ilə mübarizə aparmaq üçün xüsusi qanunlar qəbul edir və müxtəlif təşəbbüslər həyata keçirir. Fransada supermarketlər artıq qalan məhsulları zibilə atmaq əvəzinə xeyriyyə təşkilatlarına bağışlayırlar. Yaponiyada heç nəyi israf etməmək mədəniyyəti mövcuddur. Restoranlar artıq qalan yeməkləri təkrar emal və ya heyvan yemi istehsalı üçün istifadə edirlər. Dünya təcrübəsində bu qida qalıqları toplanaraq xüsusi food waste, yəni qida tullantı qutuları adlanan plastik qutulara yığılır və istənilən sosial layihələrdə istifadə etmək üçün, deyək ki, küçə pişiklərinin və itlərin qidalandırması üçün və ya ümumiyyətlə bir digər emala gedərək, növbəti emala gedərək heyvan yemlərinin xam malı kimi istifadə olunur. Quşçuluq sahəsində yem məhsulları kimi istifadə olunması emal oluna bilir. Razılaşma əsasında danışılaraq müəyyən gübrə emal edən müəssisələrə verilir və üzvü gübrə hazırlanaraq torpağa orqanik gübrə qismində verilir. Ölkəmizdə də bəzi sahibkarlar artıq qalan yeməkləri ehtiyacı olan insanlara paylayırlar. Təəssüf ki, bu mədəniyyət hələ ki kütləvi xarakter daşımır. Qida israfını azaltmaq təkcə iqtisadi və ekoloji məsələ deyil, həm də etik məsələdir. Ruhiyyə Balakişiyeva, Amil Əliyev.